Salam aleykum gözəl insanlar, hər birinizi salamlayıram. Bugünkü bizim mövzumuz turistlər və Azərbaycan sürücüləri. Əzizlərim, inşallah ki, bəzi sözlərimi pis qəbul eləmərsiniz. Əsas məsələ mənim üçün nədir? Vətən, Azərbaycan, daha çox insan, daha çox turist, daha çox gəlir deməkdir. Ona görə də biraz sərt olsam inciməyin məndən. Baxın, dostlar, Azərbaycana ilk gələn insanlar turistlərdən söhbət gedir. Birinci, yəni gömrük işçilərindən sonra, nə bilim, aeroport işçilərindən sonra, görəndən sonra ilk sizi görürlərdi. Yəni siz əziz sürücülərimizi, hansı ki bizim belə deyim də, ilki də sizi görürlər, demək olar ki, çıxanda da sizi görürlər. Gün ərzində onları daşıyacaq. Bax, inanın, mən sizə tam səmimi deyirəm ki, neçə dəfə xarici ölkələrdə olmuşam. Şəxsən mənə ən çox oteldən çox sürücülər yadda qalır da ki, onlar necə öz ölkələrini bizə təqdim eləyirlər, necə öz mədəniyyətlərini göstərirlər. Yəni onu demək istəyirəm ki, siz sürücülərdən çox şey asılıdır. Nəyə görə deyirəm? Yəni bu hələ belədən göydən götürməmişəm ha bu sözləri ya. İnanın ki, mən özüm də turistlərlə işləmişəm, ən çox da ərəb turistləri ilə işləmişəm və ailəvi, belə deyim də, ər-arvad olan turistlərlə işləmişəm və onların gələndə, mənə ünsiyyətdə olanda, belə deyim də, mən onlara maksimum dərəcədə Azərbaycanımızı yaxşı tərəfdən təqdim eləyəndə görürsən ki, bu gedəndə çayvoyuz adı qoyuram qırağa. Onlar, yəni, sən, necə deyim, yaxşı şeydir, amma belə deyim də, daimi müştəri olandan sonra əsas mənim üçün daimi müştəridir ki, yay, qış fərqi yoxdur, insanın çörəyi olsun, yəni adamları olsun ki, o da misal üçün gedəndə deyirlər ki, bizim qohumlarımız gələndə sən özün şəxsən xidmət eləyə bilərsən, sən özün onları şəhəri gezdirib, belə deyim də, o qədər isti münasibət yaranıb ki, misal üçün o demir ha, eyni oteldə qalsınlar, yox, o demir, deyir ki, qaş sən qaqaş sürə bilərsən, sən onlara qulluq eləyə bilərsən. Yəni bu, bilirsiniz nə deməkdir? Bu o deməkdir ki, bu insan Azərbaycanı bir məsələ üçün deyir, amma 70% gəzməyinə görə gəlir, 30% də güvənir ki, bu oğlan oradadır. Mənə heç bir narahatçılığım yoxdur da. Hara lazımdır, o turistlərdir bu dəqiqə o tərəfdə. Hara lazımdır mənə aparıcı, hara lazımdır mənə yola salacaq. Yəni o tərəfini heç belə umurumda da deyil. Türklərin bir sözü var, heç fikirləşmirdi o tərəfini. Ona görə də qardaşlar, maksimum dərəcədə, yəni çalışmayaq ki, çörəyi bir dəfə yeyək. Çörəyi həmişə yeyək. Çörəyi, o deyirlər, qəşəng bir dənə söz var, az yeyək, həmişə yeyək. Az yeyək, həmişə yeyək. Bu videom əbəs yeri deyil də, bildiyiniz kimi Çinlə bizim aramızda olan belə deyim, vizalar inşallah ki, ləğv olunur və yaxud da artıq ləğv olunub, tam dəqiq bilmirəm və kifayət qədər çoxlu turist gözlənilir. O kifayət qədər çoxlu turisti də əldə saxlamağın bir neçə faizi, hətta deyərdim çox faizi siz sürücülərin əlinə düşür ki, bundan inşallah maksimum dərəcədə inanıram, güvənirəm ki, siz yaxşı tərəfdən yaralana biləcəksiniz ki, bu turistlər bizdə daha da çoxalsın. Bu təkcə bizim, belə deyim də, bu hamıya da, yəni hamıya plusdur. Hamıya, yəni adi marketindən tutmuş, fəhləsindən tutmuş, dərinə geçir, nə bilim, afisantından tutmuş, sürücüsündən tutmuş, nə bilim, hamıya, biznes işlədənlər, hamıya bu xeyirdir. Ona görə də maksimum dərəcədə əziz sürücülər, sizə çoxlu xahişim odur ki, nəzakətli olaq onlara qarşı. Bir dənə də hələ belə şey deyim, maraqlıdırsa deməli olurdu ki, deməli qardaşım məndən inciməsin. Olurdu ki, qardaşım biraz əsəbi idi, indi əsəbi olan vaxtdan düşür. Ər-arvadı vermişəm, indi olur da qardaşlar, başıma dönəm sən. Olur ki, atam
bu arvadı siqaret çəkəndir. Bu özü siqaret çəkən deyil. Başa düşdün? Bu boşum arvadı oturur dalda, bu oturur qabaqda. Bu siqaret çəkmək istəyir. Maşın da mənimdir. Mən də qardaşıma demişəm ki, qala fərqi yoxdur. Arkada siqaret çəkməsinlər. Bu da bir damcı elə bir ünsiyyət qurmaq cəhətdə əziyyət çəkirdi. İngilis dilini bilmir, ərəb dilini bilmir. Bubusu gələn ərəb də ingilis dilini bilmir. Başa düşdün? Başım aləm deyib də bir-birinə də bir sözlə də. Bunların ünsiyyət dili çox çətindir. Google Translate-ləndir. Neysə bu boşum arvadı siqaret çəkmək istəyir. Qardaşım bunlara sifət edir. Nə bilim deyir ki, Allah arvadı nə siqaret çəkməsin sadara bura. Mənə zəng vurub ki, bunlar arkada siqaret çəkir. Bu daha doğrusu arvadı arkada siqaret çəkir. Amma Allah da indi çəkirsə, özü qəbələyə gedirlər. O uzaq yol vapşe dəli olub bu. Deyir, Allah mən əsəbləşirəm də. Mən çox deyir əsəbləşirəm. Neysə deyirəm, eybi yox da. İndi mən demirəm, mənim maşım deyil. Qoy eybi yox çəksin. Bir kon keçdi, bir də görəm yığır ki, Allah bunu arvadı deyir, ayaqlarını deyir sizenin üstünə qoyur. Deyirəm, ayaqqabı ilə qoyur, deyir. Deyirəm, qoysun da, indi eybi yox da, indi də keçib də, əsəbləşmə də. Deyir, o əsəbləşirəm axı. Deyirəm, ayaqqabı ilə qoymur da, indi yola ver geçsin də. Yəni, sözümü nəyə gətirəm? Düzdür, açığı indi biraz dil, mən misal üçün olsam, mən arkada qoymurdum da, insanlar siqaret çəksünlər. Qabaqda amma deyir, mən şəxsən açıq deyirəm, tam səmimi. Deyəcəkdim ki, qaqaş, keç dala, qoy arvadın gəlsin, qabaqda tutsun, siqaretini çəksin. Və yaxud da ki, maşını saxlayıram. Qoy siqaretini çəksin, qutarsın, sonra qaqaş çıxaq yolumuza, başa düşdün. Yəni, bu idi mənim, 2 dənə çıxış yolum var idi. İndi prosta indi həmin an, necə deyərlər, heç birini deməyib də qardaşım onlara. Uzun sözün qısası, nəyi demək istəyirəm? Yəni, adamın əsəbləşdirən məqamlar da olur, xoş məqamlar da olur. Nə bilim, elə olub ki, gəlin bir dənə bunu da danışım. Gedmişik Qəbələdə restoranlar kifayət qədər biraz baha idi. Bunlar başladılar biraz elə bir ki, görürüm ki, qaqaş belə deyim də sıxılır da. Deyirəm, nə olub? Deyir, heç də yəni biraz mənə baha gəlir. Deyirəm, heç problem yoxdur da, baha gəlir, problem. Qayıdan başı Bakıya, Şamaxenka tərəfdə tantuni, məşhur tantuni satılan yer var da. Girdim ora, amma bunlar da ki, hər dəfə açığı şotu özləri verdilər də, mənim yerimə də verdilər. 3 nəfərə 17 manat çıxdı, nə qədər çıxdı, 20 manat çıxdı. Qaqaş şok oldu da, it xoşuna gəldi, dadlı oldu da. İndi qaqaş bilsən, az qala mənim başıma and içsin də. Deyir, Allah səndən razı olsun, nə mala halaldır, çox sağ ol, zat, arabara. Belə də yəni, deyirəm, narahat olma da, belə də var, elə də var. Yəni, nəyi demək istəyirəm? Ən çox xoşladığım o əskərlik variantları var ki, ən çox xoşladığım komandir və çoxlarımızın hətta belə deyim, sevdiyimiz komandirlər hansı olub? Həm sevən, həm də bizə qarşı sərt olan komandirlər ki, bunu da indi elə təsəvvür edin ki, həmin an onlar gələndə həm bunları bəsləyin, həm sevin, həm də onlara qarşı sərt olun. Lazım gələndə sərt olun, lazım gələndə bəsləyin, necə deyərlər. Belə, əzizlərim, istədim bir dənə video çəkim. Ümid edirəm ki, video xoşunuza gəldi. Belə videolarım davamlı olaraq olacaq, çünki ürəyim hədsiz doludur. İstəmirəm ki, yəni, turist axını istəyirəm daimi olsun, çox olsun və Azərbaycanımıza xeyir gəlsin. Hər cəhətli, hər tərəfli. Allah şükür ki, təkcə, necə deyərlər, gəlir mənbeylərimiz daha da çoxalsın. İnşallah. Amin. Allah canımı sağ olsun. İnşallah növbəti videolarda görüşərik. Sizinlə mən yenə Orxan idim. Kanala hələ də abunə deyilsə, kanala abunə ola bilərsiniz və videonu da bəyəndisə like etməyi unutmayın. Var olun, sağ olun.